Hürriyet xanım, buyurun. Bu bayram münasibətilə hər birinizi təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Kəlağayı bayramı artıq ənənə halına gəlib çatmışdır. Bu yolun yorulmaz yolcusu, qəhrəman qızı, elimizin, obamızın fədakar qızı, bu yolun ilk təbliğatçısı, ilk təşkilatçısı Güllü Eldar Tomarlıdır. Və bu yolda onun nə gecəsi var, nə gündüzü var. Mən onun yanında olan, həmişə onunla demək olar ki, bir addımlayan bir şəxs kimi, onun vəziyyəti ilə halı olan bir şəxs kimi bu adama yalnız və yalnız uğurlu yollar arzulayıram. Arzu edirəm ki, onun bu eşqi, bu vətənə, bu Kəlağayıya, bu elimizə, bu obamıza olan eşqi ilahi eşq olsun və heç zaman sönməsin. Yolun həmişə açıq olsun. Bir daha Kəlağayı bayramımız mübarək olsun qadınlar.